Füzuli ərazisində bütün kəndlərdə döyüşlərdə iştirak eləmişəm. 95-ci ildə təxris olandan sonra bir yarımçıq sözümüz vardı. Həmişə qəlbimizdə bir nisgil idi. 2020-ci ildə biz köhnə döyüş yoldaşlarımızla ölkə rəhbərinə müraciət elədik. Yəni bizim o gənclərin arasında olmağımız böyük bir stimuldur. Elə döyüş qutarana qədər demək olar ki, onlarla bir yerdə olduq. Dünyanın ən böyük xoşbəxt insanıyam ki, mən bu günlərim öz vətənimdə, yəni Füzulidə, Azad Füzulimdə, Azad Azərbaycanımda yaşayıram. Füzuli rayonunda olmaq da mənim üçün böyük, necə deyirlər, bir qürur hissidir. Çünki bu torpaqda qismən də olsa mənim və şəhid qazi qardaşlarımın əziyyətləri olubdur. O əziyyətlər elə bilirəm ki, bu günləri də məni hardasa ən yüksəklərə qaldırır. Füzuli şəhərinin düz demək olar ki, mərkəzində yaralanmışdım mən. Bir ağır yara almışdım. Bir 2 ay hospitalda, əməliyyatlarda, müalicədən sonra təkrardan orduya qayıtdım və 96-cı ildə təxris olunmuşdum. 2020-ci il sentyabrın 27-si müharibə başladı. 72 nəfərlə sentyabrın 29-undan rəsmi qeydiyyatla yəni cəbhə bölgəsinə göndərdilər. Əməliyyatlarda iştirak elədik, müəyyən irəliləmələrdə. Bir neçə dəfə yəni yer dəyişmələrlə gəldik. Oktyabr ayının 20-sində mən bu sağ qolumdan bir ağır yara aldım. Bir vaxt var idi, bu Füzulinin Zobucuq deyilən bir qəsəbə var. Füzulidən bir 20 kilometr aşağıdadır. Orada bir təpə kimi yer var. Ancaq oradan baxıb bir təskinlik ala bilirdik ki, ancaq Məngəl Ata dağı görə bilirdik. O da hava gərək çox aydın olaydı ki, görsənəydi. Oradan baxıb o dağı görəndə inanın ki, nə bilim, bir tərəfdən adamın ürəyi parçalanırdı, bir tərəfdən sevinirdik ki, Məngəl Atanı görə bildim. İndi şükür Allahımıza, yəni bundan böyük nə ola bilər bizdən ötəri ki, öz torpağımızda oturmuşuq, azad bir torpağın, azad vətəndaşları olaraq yaşayırıq, başımız dikdir, alnımız açıqdır.